Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə Atletiklə qarşılaşacaq Qarabağ bugün Bilbao şəhərinə yola düşüb. Hava limanında komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Ölkəmizi Çempionlar Liqasında təmsil edən Qarabağ, liqanın əsas mərhələsinin 3-cü turunda səfərdə Atletiklə qarşılaşmaq üçün Bilbao şəhərinə yollanır və komandanı gətirən avtobus hazırda Heydər Əliyev adına beynəlxalq hava limanına çatıb. Təbii ki, bu görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Qarabağ ardıcıl 3-cü qələbəsini qazanmaqla mövqeyini yaxşılaşdırmağa çalışacaqsa, Atletik qitənin ən nüfuzlu klub turnirində ilk xal və ya xallarını almaq üçün mübarizə aparacaq. Elə baş məşqçi Qurban Qurbanov da jurnalistlərə açıqlamasında oyunun əhəmiyyətindən danışıb. Avantaj bəlkə rəqib tərəfdədir. Çünki həm öz meydanında oynayırlar, həm həddindən çox ciddi hazırlayacaqlar bu oyuna. Sıfır xalları var. Amma hər bir halda biz yenə də çalışacağıq maksimum sona kimi dözməyə bu komandaya qarşı. Çünki çox vacib olacaq. Ümumiyyətcə, son oyunlarına baxmışam. Oyunda həddindən artıq dinamika çox yuxarı olur və çox sürətli hücumlara keçirlər. Bəlkə də ən tez rəqib cərimə içərisində topla gedən komandalardan biridir. Oktyabrın 22-sində keçiriləcək görüşə təmsilçimiz tam heyətlə yola düşür. Baş məşqçi Qurban Qurbanov səfər maçında bütün futbolçuların xidmətindən yararlana biləcək. Mənim həmişə narahatçılığım milli komandanın dönəndən sonra, fasilədən sonra komandamda olub. Hansı ki, əlaqəsi 1-2 oyun. Çünki istərseniz hazırlıq biraz fərqli olur, biraz dizbalans olur kollektivdə. Amma hər bir halda ilk dəfə deyil, elə ona görə 2 gün öncə gedirik, elə bugün məşq elədik. Bundan əvvəl məşq edib, elə yola çıxdıq ki, sabah tam futbolçular normal bir şəraitdə istirahət eləsinlər və həm də axşam məşqə çıxar. Belə inşallah uzun səfərdə, amma faydalı olar. Qeyd edək ki, oktyabrın 22-sində Bilbao şəhərində yerləşən San Mames stadionda keçiriləcək Atletik Qarabağ oyununun start fiti Bakı vaxtı ilə saat 20:45-də səslənəcək. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.